Hayatımızın olmazsa olmazı duz. Yani bunu qəbul etməsək olmaz. Yəni artıq bir normativ var. Bunun biz orqanizmimizin tələbi var buna uyğun olaraq. Bunu biz gün ərzində qəbul etməliyik, amma həddindən artıq çox da qəbul etmək də bədənimizdə xüsusi ciddi problemlərə yaratır. Yəni biz əvvəldən qədimdən belə bir söz var idi. Duzu çox yeyəndə gedir, oynaqlarda yığılır, oynaqlarda duzlaşma baş verir filan. Xeyr, yəni problemin duzun çox yedikdə sizin gedib oynaqlarda yığılıb oynaqlarda tutmağın yaxından, uzaqdan əlaqəsi yoxdur. Duzun sümükləri ziyanı varmı? Var. Bəs bu nədir ziyanı? Deməli, həddindən artıq çox duzu yedikdə sümüklərdə kalsium ayrılmasına səbəb olur və beləliklə bu sümük həm böyrəkdə, həm də sümüklərdə çox ciddi problemlər yaradır. Ümumdünya Səhiyyə Təşkilatının normativinə görə gün ərzində bir insan 6 qram, yəni təxminən bir çay qaşığı duz qəbul etməlidir. Amma biz həm yeməklərimizdə, həm işlənmiş qidalar vasitəsilə biz gündə təxminən 16-18 qram duz qəbul edirik. Bu da gündəlik normativdən 3 dəfə təxminən çoxdur. Bu da öz növbəsində ciddi problemlər yaradır. İndi bu duz haqqında biraz məlumatlar verim sizə. Yəni nə qədər qəbul etməliyik, bunu necə olar ki, istifadədə bunu azaldaq filan. Bunu bir izah edirəm sizlərə. Deməli, əvvəlcə deyim ki, duzun orqanizm üçün əhəmiyyəti nədir? Yəni bu niyə vacibdir? Deməli, xlor və natrium elementlərinin birləşməsindən əmələ gələn birləşmə olan duz bədən üçün vacib xlor və natrium mənbəyidir. Natrium hüceyrədən kənar mühitin müsbət yüklü ionudur. Xlor da mənfi yüklü iondur. Bu səbəblə bədəndə xlorid və natrium ionlarının səviyyəsinin dəyişməsi fizioloji tarazlığın pozulmasına səbəb ola bilər. Və bu da hüceyrələrin zədələnməsi deməkdir. Bundan əlavə natrium bədəndəki toxuma boşluqlarında su molekullarının yerləşməsində rol oynayır. Bu rolda bədən mayələrin istehsalı, qan təzyiqi və böyrək funksiyaları kimi kritik vəzifələrə malikdir. Deməli, bəs birinci videonun əvvəlində də dediyim kimi gün ərzində biz mütləq şəkildə duz qəbul etməliyik. Bəs gün ərzində nə qədər duz qəbul etməliyik? İndi bu haqqında biraz məlumat verim. Deməli, duz həm yeməkdə, həm də işlənmiş qidalarda istifadə olunur. Buna görə də ümumi sağlamlığı qorumaq üçün gündəlik qəbul ediləcək duz miqdarı düzgün təyin edilməlidir. Araşdırmalara görə bir yetkin insanın gündəlik dizə olan ehtiyacı 6 qramdır. Bu təxminən bir çay qaşığı duz deməkdir. Bu nisbət də təxminən 2,4 qram natrium ehtiva edir. Bu miqdardan artıq qəbul edilən duz və tərkibindəki komponentlər böyrək vasitəsilə orqanizmdən xaric edilir. Lakin bəzi hallarda həddindən artıq duz istehlakı böyrəklərdən xaric oluna bilmir və orqanizmdə duzun artmasına əlamətləri problem yarada bilər. Bunu bildik. Yəni, həm az qəbul etməyi, həm çox qəbul etməyi bildik. Bəs bunu necə olar ki, bunu biz gün ərzində daha az istifadə edək də, yəni hansı prosedurlardan istifadə edə bilərik? Və duz istehlakını bu üsullarla azalda bilərsiniz. Yeməklərdə duz əvəzinə ədviyyatlarla dad verə bilərsiniz. Yemək masasının üzərinə duz qabları qoymaq vərdişindən əl çəkməlisiniz. Marketdən aldığınız qablaşdırılmış məhsulların tərkibindəki natriumu mütləq yoxlamalısınız. Məhsulların tərkibindəki duzun miqdarını, məhsulların tərkibindəki natrium miqdarını 2,5-ə vurmaqla öyrənə bilərsiniz. Zeytun, turşu və ketçup kimi qidalar həddindən artıq duz ehtiva etdiyi üçün bu qidaları nəzarətli şəkildə istehlak etməlisiniz. Baxın, zeytundur, turşudur və ketçupdur. Sonra kərəviz, ispanaq və aristok kimi tərəvəzlərdə duz yüksəkdir. Buna görə də belə tərəvəzləri bişirərkən az miqdarda duz əlavə etməlisiniz. Çox duz istifadə etməyin zərərlərini dedik. Bəs az istifadə etdikdə zərərlər nələrdir? Az duz istehlak etməyin zərərləri var. Çünki duzun tərkibindəki xlor və natrium orqanizmin maye balansından və orqan funksiyalarında mühüm rol oynayır. Az duz istehlakı ilə xlor və natriumun qeyri-kafi qəbulu səbəbindən bəzi sağlamlıq problemləri yarana bilər. Bu problemlərdən biri də sinir sisteminin təsirlənməsi və beyin ödəminin inkişafıdır. Aşağı natrium hallarında tez-tez olur. Aşağı natrium və kramplar baş ağrısı, əzələ zəifliyi, ürək bulanma və qusma kimi simptomlara səbəb olur. Natrium istehlakı 2,5 qramdan aşağı düşərsə, ürək xəstəliyi riski artır və erkən ölüm nisbəti artır. Ona görə də gündəlik duz qəbulu 6 qramdan az olmamalıdır. Yəni minimum heç olmasa 6 qram duz istifadə etməlisiniz. Yəni həyatınızdan birbaşa onu çıxara da bilməzsiniz. Həddindən artıq duz
qəbulunun ziyanları nələrdir? İndi bunları bir-bir tək-tək deyəcəm. Deməli, birinci, immunitet sistemini aşağı salır. Həddindən artıq duz istehlakı yad maddələrdə və bakteriyalara qarşı mübarizə aparan qoruyucu funksiyalarını azaltmaq immun sistemini zəiflədir. 2. Böyrək daşlarının əmələ gəlməsinə səbəb olur. Həddindən artıq duzu qidalanma səbəbindən sidikdə kalsium ifrazı artır, nəticədə böyrək daşı əmələ gəlir. Böyrəkləri zədələyir. Duzlu pəhriz böyrək hüceyrələrində təzyiqin artmasına səbəb olur. Nəticədə sidiklə zülallı ifrazı artır və uzun müddətli böyrəkdə qalıcı zədələnmələr baş verə bilər. 4. Damarları zədələyir. Həddindən artıq duz istehlakı damar quruluşunu pozur və qan təzyiqini artırır. Damar xəstəlikləri səbəbilə demans riskini sürətləndirir. 5. Göz pozğunluğuna və görmə itkisinə səbəb ola bilər. Həddindən artıq duz yüksək təzyiqə səbəb olur. Nəticədə şəkərli diabet və korluğa qədər göz xəstəlikləri yarana bilər. 6. İnsulin müqavimətini artıra bilər. Həddindən artıq duz və yüksək natrium qanda leptinin səviyyəsini artırır. Nəticədə qarın nahiyəsində pi hüceyrələri artır. Qarın yağlanması ilə bel ətrafı genişlənmiş və insulin müqaviməti artır. 7. Sümük sağlamlığına mənfi təsir edir. Həddindən artıq duz istehlakı sümüklərdə kalsiumun ayrılmasına və böyrəklərdən kalsium itkisinə səbəb olur. Nəticədə osteoporoz baş verə bilər. 8. Mədəyə zərər verir. Həddindən artıq duz və yüksək natrium mədə mukozasının zədələnməsinə səbəb olur. Nəticədə Helicobacter pylori daha uzun müddət maddəyə yerləşərək zərər verər və xərçəngin inkişafına səbəb ola bilər. 9. Qan təzyiqini artırır. Duzlu qidalanma ilə qan təzyiqi yüksəlir və təzyiqi azaltmaq üçün antibiyotik dərmanları qəbul edir. Çünki duz təzyiqin dərmanlarının təsirini azaldır. Yəni deməli duz təzyiq dərmanlarının təsirini azaldır. Yəni əgər siz təzyiqiniz varsa, dərmanlar qəbul edirsinizsə, çox duz qəbul etməyiniz, yəni qidanı qəbul etməyiniz sizin o dərmanların orqanizmimizdə təsiri, keyfiyyətini çox aşağı salacaq. Duzu bu qədər istifadə etdikdə bədənimizdə hansı xəstəliklər yarana bilər? İndi onlardan deyim sizə. Deməli, böyrək xəstəlikləri, oynaq ağrıları, hipertoniya, insulin müqaviməti, ürək çatışmazlığı, katarakta, mədə xərçəngi simptomları, dağınıq sinkronizin aktivləşməsi, osteopondroz, yəni sümük itkisi, ödəm və piylənmə. Yəni həm istifadə etməsək də olmaz, yəni həyatımızda mütləq şəkildə duz olmalıdır. Həddindən artıqsa istifadəsi məsləhət deyil. Yəni hətta bəzi insanlar var ki, bu duzu bütün qidaların demək olar ki, yedikdə konservləşdirilmiş qidanı, hətta bəzən kalbasanı filan da duzdan istifadə edərək yeyirlər, amma bu həddindən artıq böyük ziyanları var. Yəni bunu el arasında artıq qəbul edilib bu. Yəni bu hətta müəyyən bir müddət sonra yaşa dolduqca isə bunun ziyanların, fəsadlarını daha çox görmüş ola bilərsiniz. Onun üçün duzu istifadə edərkən mütləq şəkildə nəzarətli istifadə edin.